17 Azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltaraş paytaxt Bakıda bir araya gəlib. Onlar müxtəlif ölkələri, mədəniyyətləri və estetik dünya görüşlərini təmsil etsələr də, bugün ortaq bir mövzu ətrafında düşünür və yaradırlar. Qloballaşan dünyada incəsənətin və mədəniyyətin birləşdirici gücü. Söz, çap, forma, birləşən dünyalar şüarı altında reallaşan simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan Azərbaycan nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir. Belə ki, tədbir çərçivəsində kağız dolantılardan çap sənayesinə aid iş və sıradan çıxmış anlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir. Konsepsiyamız keçmiş Sovet İttifaqından qalan əşyalarla onların yenilənən canlandırılmasına, yeni sənət verməsi ilə bağlıdır. Hal-hazırda iş prosesidir. Məsələn, görürsünüz, orada keçmiş şey var, daktila var. Əvvəl onunla yazırdı. Qırmızı rəngdə olmasının da səbəbi odur ki, danos həmişə qırmızı rəngdə gedirsin, onunla bağlıdır. İstanbul'dan geldik. Aslında eşimle ortak yaptığımız bir proje. O da fotoğraflarıyla katılıyor. Projemizin ismi Intersection. Aslında bu kaybolan memoriyi bulmaya çalışıyoruz. Katman katman o üç lisanın nasıl iç içe geçtiğini, üst üste konduğunu biraz irdelemek istedim. Ve performatik olarak da bunları dikerek hafızayı yakalamaya çalıştım. Rəssam Tahir Ələkbərov isə Mətbuatın İzləri adlı əsərində Həsən bəy Zərdabidən başlayaraq onun işinin davamçılarını əks etdirib. Əsərdə Cümhuriyyət dövründən əvvəl mövcud olmuş qəzetlərin adları da qeyd olunub. Əl işlərində rəssamların ekologiyaya, iqlim dəyişikliyinə və şəhər mühitində insanın mövqeyinə olan incə və poetik münasibətini görmək olur. Yaradıcı tədbirə Koreyadan, Nigeriyadan, Mərakeşdən, Meksikadan sənətkarlar da qatılıb. I was preparing this model. Hazırlayacağım memarlıq nümunəsi bu formada olacaq. Bu onun eskizidir. Hündürlüyü təxminən 10 metr nəzərdə tutulub. Bu pilləkənlər kimi olacaq. İnsanlar gəlib bundan kitab rəfi kimi istifadə edə biləcəklər. İstəyənlər öz kitablarını düzə biləcəklər. Həm də memarlıq abidəsi olacaq. Ən yuxarıda isə müasir dövrümüzü, günü-gündən texnologiyanın necə inkişaf etdiyini göstərəcək. Biz gündəlik olaraq yenilənən informasiyaya məruz qalırıq və bu məlumatlar insan həyatına dövrü bütöv bir sistem kimi təsir göstərir. Məqsədin mətbuatın fasiləsiz yenilənməsinə diqqət çəkməkdir. Simpozium günlərində təşkil olunan panel müzakirələr, ustad dərsləri və açıq studiyalar sənətkarlarla cəmiyyətin daha yaxın təmas qurmasına şərait yaradır. Ziyarətçilər canlı olaraq yaradılan əsərləri izləyir, sənətkarların fikirlərini dinləyirlər. Sənətkarların əl işlərini 22 iyula kimi tamamlamaları nəzərdə tutulub. Mətbuat adlı simpozium milli mətbuatımızın 150 illiyinə həsr olunub. Günlar İlqar qızı, Zaur Həşimov, Telesəhər.